Demək, Toplum TV jurnalistlərinin məhkəməsi bu gün davam edir. Hələ bitməyib, sonra kimi. Demək, əsasən bugün Toplum TV jurnalistləri özünüzü günahsız bilirsinizmi, günahlı bilirsinizmi, təqsirli bilirsinizmi sualına cavab verdilər. Düzdür, bu suala cavab biraz çox çəkdi. Təxminən 1 saata yaxın çəkdi elə 3 nəfərin bu suala cavab verməsi. Yəni bu da başa düşüləndir. Yəni həqiqətən də burada o sualın özünün verilməsi biraz absurd çıxır bir yandan. Bir yandan da sual verirlər ki, işin mahiyyəti üzrə, iş yoxdursa mahiyyəti hardan olmalıdır? Yəni adi demək olar ki, 3 mətbuat orqanına və əgər Şəmşad ağanın da gələcək məhkəməsi, Meydan TV-nin də əlavə edəcək bura. Bunların hamısında eyni suallardır, eyni ittihamlardır və ittihamlar da o qədər absurddur ki, bilmirəm, bu haqda hüquqi nöqteyi nəzərdən danışmaq mümkün deyil. Amma ümumiyyətlə mediaya olan hücumlar nöqteyi nəzərindən həqiqətən də bu artıq medianın tabutuna vurulan son mismarlardır. Yəni hər halda bunu demək olar. Ona görə ki, artıq çöldə qalan media orqanları da birincisi onu deyim ki, mən razı deyiləm o sözlə ki, bu həbslər medianın sonunu gətirir və yaxud hüquq müdafiəçilərinin həbsi hüquq müdafiəçisinin sonunu gətirir və yaxud siyasətçilərin həbsi. Bu proseslər olacaq, mediada olacaq, hüquq müdafiəsi də olacaq, siyasi fəaliyyət də olacaq. Sadəcə məsələ totalitarizmdə gedən proseslərlə, ictimai siyasi proseslərlə avtoritarizmdə gedən proseslər arasında fərqi özünüz də görürsünüz və bu fərq də gedəcək. Yəni bu arta gedəcək. Amma ümid eləyək ki, hər halda diktatora gətirib çıxarmayacaq. Hər halda belə bir şartlar var, belə bir görüntülər var ki, bax bugün gördüyünüz məhkəmələr, həmən bu Toplum TV-nin məhkəməsi, bundan əvvəl Abzas Medianın məhkəməsi, bundan sonra Meydan TV-nin, ondan sonra Şəmşad ağanın və s. məhkəmələr media olunan vəhşicəsinə hücumda. Artıq mən bu sözü heç vaxt işlətməmişəm, birinci dəfə də işlədirəm, bilmirəm nə dərəcədə etikdir. Amma həqiqətən də vəhşicəsinə hücumdur. Medianın sonuna çıxmaq üçün olunan cəhddir, ümid edək ki, alınmayacaq. Səfər bəy, mən Rüfət bəyin məhkəməsi ilə bağlı əsas almaq istəyirdim. Rəmzi, siz də çarda oldunuz, bunun hazırlığı icrası keçirildi. Rüfət bəyin bugün baş tutan birinci hazırlıq icrası oldu, Rüfət Səfərovun. Və növbəti məhkəmə 14 iyul saat 15:30-a təyin olundu. Rüfət bəyə sual verildi orada məhkəmənin təyin olunması haqqında. Yəni məhkəmənin Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olması, burada keçirilməsi və s. Rüfət Səfərov bildirdi ki, bu mənim birinci həbsim deyil və mən gözəl başa düşürəm ki, nə burada oturan həmkarım, prokuror, nə siz öz xoşunuzla bunu aparmırsınız, nə də öz xoşunuzla qərar verə bilmərsiniz. Hansı qərar veriləcəksə, hansı hökm veriləcəksə, o hökm azlıq verilir. Siz bunu rəsmiləşdirmək üçün oturmuşsunuz. Ona görə mənim üçün heç maraqlı deyil. Burada hansı prosedur qaydalarından siz soruşursunuz. Necə istəyirsiniz elə də aparın. Əvvəl hansı prosesi aparacaqsınız, sonra necə aparacaqsınız. Bunun heç bir əhəmiyyəti yoxdur. Ona görə ki, mən burada ictimai fəaliyyətimə görə həbsliyəm. Ona görə ki, mən burada bütün təkliflərə baxmayaraq bildirdi ki, hansı təkliflər olunur və mənim də adım çəkdi ki, zalda oturan Zəfər Əhmədovla bir yerdə biz bunların şahidi olmuşuq, bu təkliflər olunur. Bu təkliflərdən imtina elədiyimə görə mən bugün buradayam, burada oturmuşam. Ona görə buradayam ki, mən heç kimə ayrılıq qoymadan onların müdafiəsini təklif elədim. Həqiqətən də belədir, özünüz də bilirsiniz ki, hamımızdan fərqli olaraq Rüfət Səfərov heç vaxt müdafiə elədiyi şəxslərin nə şəxsiyyəti nəzərə alınmayıb, nə onların onun ideoloji baxışlarına uyğunluğunu nəzərə almayıb. Ancaq o adamın əgər o adam repressiya olunubsa, qeyri-qanuni həbsə və yaxud repressiyaya məruz qalıbsa, o adamları müdafiə edir. Yəni artıq məlumdur. Bu məhkəmənin də nəticəsi məlumdur. Rüfət Səfərov həmişəki kimi nikbindir, həmişəki kimi başı ucadır. Yəni tanıdığınız Rüfət Səfərovdur. Teşekkür ederim. Hörmətli izləyicilər, nəzərinizə çatdırım ki, bugün Bakı Ağır Cinayətlər Məhkəməsində həm Toplum TV işi üzrə, həm də Rüfət Səfərovun işi üzrə məhkəmə prosesi keçirildi. Məhkəmə prosesi hazırda Toplum TV işi üzrə davam etdirilir. Prosesdə Toplum TV işi üzrə təqsirləndirilənlərin vəsatətləri dinlənildi və
vəsatət verənlərdən Fərid İsmailov hakimlərdən birinə öz etirazını bildirdi və bildirdi ki, həmin Elnur adlı hakim Tofiq bəyin də Yaqublunun məhkəməsində də iştirak edib, verdiyi qərarlara görə o belə qərara gəlibdir ki, bu məhkəmə prosesində onu ittiham edən hakimlərin arasında həmin hakimin olmasına etiraz eləyir, lakin məhkəmə müşavirəyə gedib həmin vəsatəti təmin etməli. Daha sonra təqsirləndirilənlərin çıxış etdilər, onlardan çıxış deyəndə ki, onların suallar verilirdi, təqsirli bilirlər özlərini ya yox, onlar isə bunu daha geniş, yəni lakanik deyil, daha geniş cavablandırırdı və əsaslandırmağa çalışırdılar ki, niyə özlərini təqsirli bilmirlər. Təqsirləndirilənlərdən Ruslan İzzətli özünü cinayətkar hesab etdiyini, Fərid İsmailov isə öz çıxışında bildirdi ki, onun haqqında 8 Martda buraxılandan sonra onun haqqında yazılanları oxuyub minlərlə insan Fərid İsmailovun cinayətkar olmadığına inanırsa, o özünü necə təqsirli hesab edə bilər. Daha sonra prosesdə hazırda qərara gəlindi ki, təqsirləndirilənlər öz çıxışlarını eləsinlər, sərbəst ifadələrini versinlər. Daha sonra sənədlərin tədqiqi və şahid ifadələri ilə davam etdiriləcək. Məhkəmə prosesindən sonra demək olar ki, biz mətbuat nümayəndələri danışdırmağa adam tapmırıq. Və bunun da səbəbini biz çox qısa bir müddətdən sonra, uzun bir müddətdən sonra öyrəndik ki, bu onunla bağlıdır ki, Abzas Medianın məhkəməsindən gedən zaman biz bunu öyrəndik ki, demə, belə bir fikir formalaşdırmağa çalışılır ki, güya Azərbaycanda hazırda həbsdə olan mətbuat nümayəndələrindən başqa müstəqil jurnalist yoxdur və mən bugün o sözü ifadə edən Ruslan İzzətliyə də bu haqda münasibətimi bildirdim və dedim ki, müstəqil jurnalist olmaq üçün 3 aylıq kursları bitirib kiminsə diktəsi ilə yazmaq yox, həqiqətən müstəqilliyini ifadə edib, tərəf göstərmədən sən öz fəaliyyətini davam etdirməlisən və bir də kimdənsə grant alan, dollarla maaş alan, özünə jurnalist deyən adamlar nə zamanla müstəqil olublar, mən bunu bilmirəm. Bax, bu gördüyünüz yerdə keçən məhkəmə prosesindən sonra, bax, həmin bu yerdə dayanmışdı, gördüyüm bu yerdə Sevincin anası çox belə qəribə, öz yaşına yaraşmayan hərəkətlər eləyir. Səbəbi bilinmədən gülür. Elə bil ki, qızının tutulmasına sevinir. Ya qürur duyur ki, bunun qızını həbs ediblər. Bilmirəm, bəlkə içəridəki şovlara görə idi bu. Münasibət bildirmədilər. Fərqanə xanım yaxınlaşdı Kanal 8-dən, TV8 Azərbaycandan və digərlərindən də sonra bəlli oldu ki, hamısı tapşırırlar ki, valideynlərinə ki, məhkəmə prosesinə gəlməyin və açıqlama verməyin ki, görünsün ki, demə Azərbaycandakı mətbuat nümayəndələri yalnız bu 7-8 burada, 7-8 orada, 5-6 da o birisində olan təqsirləndirilənlər imiş. Ayıb yəni. Mən indi insanlar, qolu bağlı insanların, onlar açıqda da deyirlər, amma mən sözümü içəridə dedim onlara. Məhkəməyə tez gəldim və məhkəmə başlamamış öz fikrimi onlara bildirdim ki, ayıbdır yəni. Müstəqil jurnalist olmaq üçün LGBT üzvü olmağa ehtiyac yoxdur. Müstəqil jurnalist grant mətbuatı deyil. Müstəqil jurnalist çete mətbuatı deyil. Hansınız müstəqilsiz? Mənə sübut eləyin, göstərin, görüm siz nə ilə sübut edirsiniz ki, siz müstəqilsiz. Və mən onların əksəriyyətinə münasibətim də var, hörmətim də var və buna baxmayaraq Ruslan İzzətlinin yaydığı həmin fikrə bu tirajlanıb Abzas TV-də, Toplum TV-də və digərlərində ki, Ruslan İzzətli deyir ki, müstəqil mətbuat qalmadığına görə, həbs edildiyinə görə o canlı yayıma hansısa mətbuat nümayəndəsini gətirə bilmir. Bax, həmin bu gördüyünüz məhkəmə zalının qarşısında həmişə gördüyünüz, bax, orada Fərqanə var, Fərqanə xanım Novruzova və Fərqanə xanım və digər içəridə olan bir neçə nəfər var ki, onlardan başqa bu məhkəmə qapılarının ağzında dayanan olmur və ya onlarda bizdəki o təpər yox idi ki, başdan ayağa canlı çəkib versinlər. 2-3 dəqiqəlik bir şey hazırlayırlar, hə, bu oldu, çəkilir.
Və mən bugün deyirəm ki, bax elə gördüyünüz baba bu Fərqanə xanımdır. Həmin o müstəqil jurnalist, həmin o biri Fərqanə xanım Novruzovadır. Bax görürsüz, həmişə çiynində bax o gəzdirdiyi bir qarın ac, bir qarın tox elə olur. Piyada gəlirik biz bura, amma biz dəvət olunduğumuz həm mətbuat nümayəndələri ilə bağlı, həm digər şəxslərlə bağlı ki, hansı ki həbs edirlər və biz ora dəvət edirlər ki, biz haqsızlıq var, onlara susmayaq, işıqlandıraq. Biz mətbuat nümayəndələri, bizim işimiz olanı göstərməkdir. Mən şəxsi fikrimi ortaya qoya bilmərəm. Mən məhkəmə deyiləm, hakim deyiləm, prokuror deyiləm, nə də təqsirləndirən və ya onun vəkili deyiləm. Mən prosesdə nə olursa onu deyirəm və bugünkü prosesdə də bəli, bu nələr oldusa mən onların hamısını sizin nəzərinizə çatdırdım. Təşəkkür edirəm hər birinizə. Bizi izlədiyinizə görə baş verən hadisələri həqiqətən müstəqil jurnalistlər tərəfindən izlənməsini istəyirsinizsə, izləmək istəyirsinizsə, məhz bizə müraciət edin. Bizim kanallarımızda yayılan bu reportajları izləyin. Məsələn, Ruslan İzzətli və Akif Quliyev deyəsən familiyası bildirdilər ki, güya bunların yaratdıkları kanalın alternativi yox idi. Çox gülüncdür, çox gülməlidir. Baxışınız yox idi sizin. Nə məqsədlə yaratmışdınız bilmirəm, amma ortada güdaza verdiniz Fərid İsmailov, Əli Zeynallını və digərlərini, yetim yesir bir lokma çörəyə möhtac qalıb, sizdən gəlib, iş alıb, işləyib, o maaşa görə sizin yanınızda işləyən adamları güdaza verdiniz siz. Və bir gün ona deyirsən, bu hardadır, o hardadır. Onları da tutdur, gör, ürəyin sakitləşsin, ay Akif, ay Ruslan İzzətli, ürəyin sakitləşsin. Təşəkkür edirəm hər birinizə bizi izlədiyinizə görə.